Dünəndən görürəm ki, köhnə televiziya aparıcıları, bəziləri müxtəlif televiziyada verilişlərdə çıxışlar eləyirlər ki, bəs vəziyyət dözülməzdir, bəs televiziya rəhbərləri bunları niyə görmür? Mən bu danışan bəzi televiziya, çoxdan işləyən televiziya aparıcılarının yaddaşını bir balaca təzələmək istəyirəm. Mən də o illərdən işləyirəm. İstər radioda, istər televiziyada 2003-2004-cü ildən etibarən işləmişəm və bu mətbəxi çox gözəl bilirəm. Adlarınızı çəkməyəcəm, öz payınızı götürün. Bəs radioda işləyəndə müğənnilərdən, müğənniciklərdən, onların sponsorlarından pul alıb onları raskrutka eləyəndə 2000-ci illərdə bilmirdiniz ki, axırı belə olacaq. Çalçağır verilişinə, digər verilişlərinə, televiziya verilişlərinə, mani ilə səsi olmayanları çıxardanda 2000-ci illərdən danışıram, bilmirdiniz ki, axırı belə olacaq. Bu birdən-birə baş verməyib ki. Nə yaxşı, o da illərdə pulu qazananda heç belə danışmırdınız. İndi belə danışırsınız. Bir balaca yaddaşınızı təzələyin. Tamaşaçını allada bilərsiniz. Amma mən işin içində olmuşam axı, görmüşəm axı. Sizi görmüşəm mən o illərdə. Radioda, televiziyada bəhbəhlə kommersiya müğənniləri necə tərifləyirdiniz. Biraz özünüzə gəlin. O ki qaldı, deyir sizə indi bu kanallar niyə bu vəziyyətdədir? Kanallar ona görə o vəziyyətdədir ki, kanalların başqa çıxış yolu yoxdur. Sponsorlardır, ticarət şirkətlərdir, onlar reklama ehtiyac duymurlar və yaxud da ki, ən yaxşı halda reklamlarını verirlər sosial şəbəkələrə, blogerlərə, influencerlərə, digərlərinə. Televiziya artıq reklam vermirlər. Ümumiyyətlə, televiziya artıq tükənib, yəni bunu başa düşmək istəmirsiniz, bir resurs olaraq tükənib. Nə ictimai rəyə təsiri var, nə sözünün çəkisi var, nə nüfuzu var, nə doğru xəbəri var. Televiziya artıq demək olar ki, komadadır. Və indi bu dəqiqə siz ona hansı donora qoşsunuz, yenə də xeyri yoxdur. Çünki nüfuz belə bir şeydir ki, o getdiysə onu bərpa eləmək çox çətin məsələdir. Hörmətli o dövrün aparıcıları. Və bilin ki, televiziyanın bugünə gəlib çatmasında sizin də müstəsna xidmətləriniz var. Az öncə dedim niyə görə xidmətləriniz var. Ona görə də daşı baxın indi hara atırsınız. Deyir ki, kim özünü günahsız bilirsə, qoy elə birinci o daşı o atsın televiziya. Ona görə də daşı götürün əlinizə və keçmişinizi fikirləşin ki, biz indi bu daşı neyniyək? Hara ataq? Biz ataq, yoxsa bizi atsınlar?